Gülağa Əliyev, sizi və rəhbərlik etdiyiniz 5 saylı istismarı MMC-nin kollektivini 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə ürəkdən təbrik edirik. 26 iyun xalqımızın qəhrəmanlıq salnaməsini, vətənə sonsuz sevgisini və milli birliyini təcəssüm etdirən ən əlamətdar günlərdən biridir. Azərbaycan əskəri hər zaman igidliyin, şücaətin və vətənə sədaqətin rəmzi olmuşdur. Bu gün biz qalib ordumuzun gücü ilə qürur duyur, dövlətimizin müstəqilliyini və suverenliyinin keşiyində mətin dayanan hər bir hərbiçimizə dərin minnətdarlığımızı bildiririk. 44 günlük vətən müharibəsində əldə olunan möhtəşəm zəfər və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin qəhrəmanlığı xalqımızın şərəf tarixinin ən parlaq səhifələrindən biridir. 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə bütün hərbi qulluqçularımızı ürəkdən təbrik edir. Şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə möhkəm can sağlığı və uzun ömür diləyirik. Bayramınız mübarək. Yaşasın müzəffər Azərbaycan ordusu, yaşasın müstəqil, qüdrətli və qalib Azərbaycan.